Salam əziz abituriyentlər və riyaziyyat sevərlər, kanalımıza xoş gəlmisiniz. Bu videoda sizinlə bir yerdə Harvard imtahanına düşən sualı həll edəcəyik. Sualda qeyd olunduğu kimi x plus 1, x plus 3, x plus 5 və x plus 7 hasilləri bərabər 9-a. Sual bu cürdür. Bu suala keçməmişdən əvvəl onu qeyd edeyim ki, əgər fikir versəz 1 ilə 7-nin toplamı 8 edir, 3 ilə də 5-in toplamı 8 edir. Demək ki, bu sualda qruplaşdırma şəklində həll olunacaq. Onda gəlin belə edək. X plus 1 ilə x plus 7-ni, x plus 3 ilə də x plus 5-i qruplaşdıraq. Daha sonra hər ikisini vurub basaq. Yəni ilk öncə buradan vurub basmaq istəsəz, hamısını birdən vurub basmaq istəsəz alınmayacaq. Yəni uzun bir formaya gələcək və siz o misalı həll edə bilməyəcəksiniz. Ona görə də 1 ilə 7-ni, 3 ilə də 5-i qruplaşdırırıq. Daha sonra bunları bir-bir vurub basırıq. Yəni bu ikisini 1, bu ikisini də 1 vurub basacağıq. X vuranda x kvadrat, üstə gəlinsin x 7-yə vuranda 7x, üstə gəlinsin 1x vuranda x, üstə gəlinsin 1-i 7-yə vuranda 7. Bunu vurduq. İndi isə bu ikisini vuraq. X vuranda x kvadrat plus 3x x-i 5-ə vuranda 5x plus 3x vuranda 3x plus 15 bərabərdir 9-a. Artıq bu ikisini ayrı-ayrı şəkildə sadələşdirək. X kvadrat plus 7x-in üstə x gələndə 8x plus 7. Daha sonra bunları vursa x kvadratı plus 8x plus 15 bərabər 9-a. Əgər fikir versəz görəcəksiniz ki, x plus 8x, x plus 8x hər ikisində var. Ona görə də mən qıraqda x kvadratı plus 8x-ə bir t desəm, onda belə çıxır ki, bu bir t-dirsə, t üstə gəlinsin 7. Buradan da bu t-dirsə, t üstə gəlinsin 15. Bərabər 9-a. Artıq burada görürsünüz ki, kvadrat tənlik formasına gəldi çıxdı. T-ni t-yə vuranda t kvadrat, üstə gəlinsin t-ni 15-ə vuranda 15t, üstə gəlinsin 7t, üstə gəlinsin 7-nin 15-ə 105. Bərabər 9-a. Daha sonra sadələşmə forması t üstə gəlinsin 22t plus 105 bərabər 9. Görürsünüz ki, bu artıq kvadrat tənlik formasına gəldi çıxdı. Kvadrat tənlik olması üçün də sağ tərəf, yəni bərabərlikdən sağ tərəfi 0 olması lazımdır. Ona görə də t kvadrat plus 22t plus 105 çıx 9 bərabərdir 0. T kvadrat plus 22t plus 96 bərabərdir 0. Artıq buradan biz t'ləri diskriminant yolu ilə həll edə bilərik. Burada deməli diskriminant bərabərdir 22-nin kvadratı çıx 4 vurulsun 1 vurulsun 96. Bu da edir 100. 100 də onun kvadratıdır bilirik. Ona görə də t1 bərabərdir -22 üstə gəlsin kök altında 100 bölünsün 2 vurulsun 1. Yəni A-nı, B-ni, C-ni bildikdən sonra bu cür həll olunur. Bu da eləyir -6. T2 də bərabərdir -22 çıx kök altında 100 bölünsün 2 vurulsun 1. Bu da eləyir -16. T'ləri tapdıq. Biz də demişdik axı x kvadrat plus 8x bərabər t-yə. Onda belə çıxır ki, x kvadrat plus 8x bərabərdir -16. X kvadrat plus 8x plus 16 bərabərdir 0. Bilirik ki, burada belə deyim, diskriminant həll olması üçün, yəni kvadrat tənlik olması üçün sağ tərəf 0 olmalıdır. Bu əslində bunu diskriminantla həll etmiyorlar. Ancaq fikir versəz bu x plus 4-ün açılışıdır. Yəni kvadratın açılışıdır. Onda belə çıxır ki, nəyin kvadratı 0 edir? 0-ın kvadratı. Onda belə çıxır ki, x plus 4 də 0-a bərabərdir. X bərabər -4. X-in bir dənə -4 olduğunu bildik. Yəni gətirib burada yerinə qoysaq görəcəksiniz ki, həqiqətən 9 verir. İndi ikincisini həll edək. Yəni ikinci digərlərini eləyək. X kvadrat plus 8x bərabərdir -6. X kvadrat plus 8x plus 6 bərabərdir 0. Buradan diskriminant alınır ki, 64 çıxılsın 4 vurulsun 6. Bu da eləyir 40. Onda x1 bərabərdir. -8 üstə gəlinsin kök altında 40 bölünsün 2. x2 də bərabərdir -8 üstə çıx kök altında 40 bölünsün 2. Kök altında 40'ı 2 kök altında 10 şəklində yaza bilərsiniz. Oradan da 2-ni matematik xaricinə çıxardı. -4 üstə gəlsin kök altında 10. -4 çıx kök altında 10 şəklində yaza bilərsiniz. Yəni bu tənliyin həlli bu ikisi və -4. 3 dənə həlli var bu tənliyin Oxford sualının. Sizlər üçün Oxford sualını həll elədim. Bəyəndinizsə videonu bəyənin və kanalımıza da abunə olun.